Salam əziz abituriyentlər, bu videoda sizə DİM-in test toplusundan bir sualı necə qısa formada işləmək olar, onu izah edəcəm. Belə bir sual verilir. Hansı ən kiçik onluq ədədin 8'lik və 9'luq say sistemindəki təsvirinin sonu 0 rəqəmi ilə bitir? Bu cür test tapşırığının qısa yolu, deməli, EKO 8, 9. Yəni 8 və 9'un EKO-bunu tapmaq lazımdır. Riyaziyyatdan bilirsiniz 8, 9 burada qarşılıq sadə ədədlər olduğundan 8'i 9'a vururuq. Cavab olacaq 72. Cavabımız 72. Gördüyünüz kimi bu üsulla bizim heç 10-15 saniyə vaxtımız keçdi cavab almaq üçün. İndi niyə görə EKO tapırıq burada? Onun izahını verək. Deməli, bilirik ki, onluq say sistemində 0-dan 9'a qədər rəqəmlər istifadə olunur. 9'luq say sistemində 0-dan 8'ə qədər, yəni simvollar istifadə olunur. 8'lik say sistemində isə 0-dan 7'yə qədər simvollardan istifadə olunur. İndi baxın, biz məsələni təkrar bir də oxuyaq. Hansı ən kiçik onluq ədədin? Hansı ən kiçik onluq ədəd? Deməli, biz onluq ədəd axtarırıq. 8'lik və 9'luq say sistemindəki təsvirinin sonu 0 rəqəmi ilə bitir. Elə bir onluq ədəd axtarırıq ki, 8'lik və 9'luq say sisteminin hər ikisində həmin ədədin qarşılığı 0 ilə bitsin. Baxaq. Baxın, onluq say sistemində 0'ın qarşılığı 9'dur. 8'lik say sistemində də onsuz da nədir? 0'dır. 1'in qarşılığı 1, 2'nin qarşılığı 2 və 8'in qarşılığı 9'luq say sistemində 8'dir. 9'un qarşılığı isə nə olacaq? 1, 0. Çünki 9'luq say sistemində 0-dan 8'ə qədər simvollardan istifadə olunurdu. Növbəti simvolu yaratmaq üçün əvvəlki simvollardan istifadə olunacaq. Bu da olacaq 1, 0. 9'un qarşılığı 1, 0'dır. Bax, biz də belə bir ədəd axtarırıq ki, sonu 0 ilə bitsin. İndi bax, 8'lik say sistemində. Yenə 0'ın qarşılığı 0, 1'in qarşılığı 1 olacaq. Onluq say sistemində 8'lik say sistemində 7'nin qarşılığı 7. 8'in qarşılığı isə 1, 0 olacaq. Yenə burada da 0 ilə bitən bir ədəd tapdıq. Ancaq, bax, 9'luq say sistemində 1, 0'ın qarşılığı 9. 8'lik say sistemində isə 8'dir onluq say sistemindəki qarşılığı. Bizə isə eyni ədəd lazımdır. Bunlar müxtəlif ədədlərdir. Bizə hansı ən kiçik onluq ədədin, yəni söhbət bir ədəddən gedir və eyni olmalıdır. 8'lik 9'luq say sistemindəki təsvirinin sonu 0 rəqəmi ilə bitir deyir. Deməli, qoy bunları biraz səliqəyə salaq. Deməli, 9'luq say sistemində 9'un qarşılığı 1, 0 oldu. Sonra hansı ədədin qarşılığı 0-dan bitəcək? Növbəti 9 simvol bitəndən sonra, yəni gəlib çatacaq 18'ə. 18'də yenə olacaq 2, 0. Yenə 0-dan bitəcək. Sonra gələcək 27, sonra gələcək 36 və s. Yəni 9'un əslində bölənləri olur. İndi 8'də necə olacaq? 8'də onluq say sisteminin 8'in qarşılığı 1, 0, yəni 0 ilə bitdi. Növbəti 16'nın qarşılığı 0 ilə bitəcək, 2, 0 olacaq. Növbəti 24'ün, 32 və s. Bu da 8'in bölənləridir. Deməli, biz 9'un bölənləri və 8'in bölənləri arasından ən kiçiyini tapmağa çalışırıq. Bu da nədir? Riyaziyyatdan bildiyimiz EKO. Ona görə də bu cür məsələlərdə biz 8 və 9'un
əkobunu tapmalıyıq. Yəni verilən o say sistemlərinin əkobunu tapmalıyıq. Bu da eləyəcək 72.